Salam əziz Mokroçanqın izləyiciləri, gördüyünüz kimi sizə istəyirəm ki, tam olaraq hibrid sisteminin necə işlədiyini göstərməyə çalışacağım. Hal-hazırda sağ tərəfə fikir verin, yəni burada kilovatı görürsünüz. Qazı basdıqca kilovat müsbət olaraq artır və tormuzu basdıqca gördüyünüz kimi mənfi, yaşıl rəngdə olur və yavaşladıqca sürətimiz sıfıra düşür. Tam olarak indi hara baxacağınızı bildiyiniz üçün göstərəcəm uzaqlığı. İndi sağ tərəfdə aşağıdakı hissəyə baxırsınız, görürsünüz ki, hal-hazırda 10 arası kilovat işlədir və tormuzu basıram. Nə qədər tormuzu möhkəm bassam və nə qədər sürətimi azaltsam, hardasa 10 sürəti ilə olduğu halda siz nə zaretki işlətmirsiniz, nə də zaretki yığmırsınız. Qazı sıxırsınız, məsələn, sürət qalxdı 30-a. 30'a qalxdığında bildiyiniz kimi bizim belə deyim, maşının oxuduğu mahnının səsi belə oradan azalır. Bir saniyə sizə göstərəcəm. Qazı basırıq və tormuzu basırıq. Gördüyünüz kimi tormuzu basıram və kilovat olaraq mənfiyə, yaşıla düşür və bu o deməkdir ki, hibrid artıq zaretqə yığır, şarj olur. Gördüyünüz gibi qazı basıb saxlayıram və müsbət 2 olaraq bizdən işlədir. İndi məsələn baxın, çatdım trampolinə, tormuzu bastım və 2-3 sürətində yox, amma mənfi olduğu halda, yəni bunu adətən belə deyim də sizin üçün yüksək sürət həddi sürdüyünüz yollarda, məsələn trasda və yaxud hər hansı bir yerdə orada istədiyiniz kimi bunu sürətinizi artıra bilirsiniz. Məsələn, yol sürətiniz 100'dür və siz 100 ilə getdiyiniz halda yüngül tormuza basırsınız. Yəni sizə başa saldığım kimi baxın, buradan ayarlardan maşın drive moddaydı. Drive'da gəlirsiniz. Bu coast level deyilən bir şey var idi. Bundan qabaqki videomuzda tam olaraq başa salmışam, amma yenə sizin üçün burada da başa salıram. Mənim üçün bir problem yoxdur. Coast level o demək ki, əyləcidən şarj etmə. Yəni əyləci basmadığınız və yaxud qazı basmadığınız halda sizin yerinizə o əyləci basır və sizin üçün zaretka toplayır. Yəni şarj edir maşınınızı. O da necə olur? Belə deyim. Gördüyünüz bu weak olan hissədə sizin sürətinizi azaldan bir maneə törətmir. Yəni siz normalda sürəti neçə ilə sürürsünüzsə, sürətiniz çox elə də azalmır. Amma standarta qoyduğunuzda sürətiniz biraz azalır. Yəni normalda bu maşını sürən Çangan 207 və yaxud Unize və yaxud 205 sürən maşın sürən dostlarımız maşınların sürəndə zəifləməsi var ki, deyirlər ki, məsələn, qazı buraxırıq, maşın tez bir zamanda dayanır. Bu o deməkdir. Yəni bu gördüyünüz hamıda standartdan gəlir və standart olaraq qalır. Bu standartı dəyişmək, yəni gördüyünüz kimi burada yenə deyirəm, drive moda girirsiniz və cost leveli dəyişirsiniz. Weak qoyduğunuz halda, weakdə belə deyim ki, sürətiniz çox aşağı bir səviyyədə olur. Yəni sürəti məsələn 90 ilə gedirsinizsə, həmən saniyə sürətinizi azaltmağa çalışmır. Bir saniyə sonra sizin yerinizə tormuzu basır və başlayır sizin üçün o sürətdən zəiflədərək, yəni sizin yerinizə əyləci basaraq maşını şarj etməyə. Amma standarta qoyduğunuzda, yəni weak'ə qoyduğunuzda gördüyünüz bayaq verdiyimiz tormuz anında burada gördüyünüz hazırda mənim 27 kilometrim var. Maşın 2659 kilometr sürülüb. Gördüyünüz kimi 27 kilometrin sağ tərəfində olan kilovat, yəni baxın kondisioneri işlədəcəm. Oradan artıq topdan işlətdiyini bizə göstərəcək. İndi biraz da kondisioneri artırır. Gördünüz artıq olaraq kondisioneri işlədirəm deyə indi başlatdım. Yəni biraz da keçəcək, motor qızacaq və kondisionerin motoru qızacaq. Gördünüz bax yeni 2 oldu. Hətta 3, 4, 5'e qədər qalxa bilir. Maksimum sürətdə kondisioneri işlətdiyiniz halda. Yəni maksimum sürətdə kondisioneri işlətdiyiniz halda. Sadəcə söndürürük
Qış aylarında o videomuz da var. Short videoda istəsiniz baxa bilərsiniz ki, yəni pəncərələr necə buxarlanmadan sürülə bilər yağış yağan müddətdə. Nəsə dostlar, keçək öz videomuza. Yenə deyirəm, cost leveldə weak olan yerimiz sürətimizi zəiflədir. Bu bəzi o sualı yaradan, bəzi o sualı vermək istəyən dostlarımız üçün də əlverişli yoldur ki, weak'ə qoyursunuz, sürətiniz azalmır. Yəni sürürsünüz 90, ayağınızı qazdan və tormozdan çəkdiniz, bitdi. Maşınınız elə də sürətli şəkildə zəifləmir. Yəni təzədən qazı basmalı olmursunuz. Yəni sürətiniz azaldır və şarj edir maşını. O normaldır. Yəni bu plug-in hibrid maşın olduğu üçün bir yerdən də olsa siz sürdüyünüz müddətdə şarj etməlidir bu. Standartda amma dostlar artıq bu o göstərdiyim kilovat yeri bunu da göstərim sizə ki, görürsünüz, mən komfort və plug-in hibriddə sürürəm. Gördüyünüz kimi bu sıfır olan yer mənfi olduğu halda, mənfi və yaşıl olduğu halda siz şarj etmiş olursunuz. Bəzi belə deyim dostlarımız var ki, bilmirlər. Yəni bu maşını mən köməkli elədiyim, aldığım dostlarım belə bilmir ki, o yaşıl olanda və yaxud müsbət olub göy rəngdə göstərəndə fərqi nədir? Amma fərqi odur ki, yaşıl olanda şarj edir, göy olanda özündən istifadə edir. Yəni elektrikdən istifadə edir. Bunu standarta qoyduğunuzda, standartda sürdüyünüz müddətdə, məsələn 60 ilə gedirsinizsə əgər, qazdan və tormozdan ayağınızı çəkirsinizsə əgər, artıq standart olaraq, yəni orta vəziyyətdə sizi tormozlamağa cəhd göstərir və o tormozdan da şarj etməyə başlayır. Həmin tormozla şarj olunan kilovat mənfi 5 kilovat, mənfi 4 kilovat, mənfi maksimum 7-yə kimi görmüşəm ki, olur. O da yalnız və yalnız 90-100 arası sürət sürdüyünüz halda qazdan ayağınızı çəkəndə olur. Amma ki onu cost leveli strong'a qoyanda, əziz dostlar, yenə burada bir daha göstərim sizin üçün. Bu hissə var ki, 0 kilometr, 0 kilovat, bir saniyədir bu. 0 gördüyünüz yer. Orada artıq strongda mənfi 9, 10 və 11-12-yə kimi qalxdığını görmüşəm. Sadəcə o rejimdə sürməyiniz məsləhət deyil. Necə məsləhət deyil? Məsələn, trasda sürət 110-dur və hamı 110, 100, 110, 120 arası sürə bilir. Siz 100 ilə getdiyiniz yerdə ayağınızı ondan çəkib, qazdan çəkib strong'a qoysaz, ayağınızı qazdan çəkib, tormozdan çəkib, strong'a qoysaz, siz 100 ilə getdiyiniz andan 10 saniyə sonra sizin sürətiniz 60-a düşəcək və trasda olduğunuz müddətdə arxadan sizi siqnallayacaqlar və 10 saniyəyə o heç bir zaritka yığmayacaq. Maksimum, yəni belə deyim, bir trasda boş oldu, yəni arxavız boş olan momentdə onu eləyə bilərsiniz ki, arxavız boşdur və siz onu rahatlıqla eləyə bilirsiniz. O zaman onu eləyə bilərsiniz və rahat ola bilərsiniz ki, mən bunu etdim və şarj etdim maşını biraz. Ən azından sürdüyüm yolun xeyrini gördüm. Yəni sürdüyüm halda təzədən yenidən maşını şarj edərək qazandım. Amma strong'a qoymaqdansa mənim sizə məsləhətim nədir? Bu, yenə deyirəm, videolarımda çoxunda deyirəm, bu mənim şəxsi fikirlərimdir. Heç kim mənim dediyimi eləməyə məcbur deyil. Yəni öz qərarlarınızdır. İstəyirsiniz benzin moduna qoyun, sürün. Yəni o sizin şəxsi qərarlarınızdır. Mən standarta qoyuram və sürətli sürdüyüm yerlərdə arxamda trasdan maşın görmürəmsə əgər, yəni görürəm ki, arxam boşdur, heç kimə maneçilik törətməyəcəm, sürətimi biraz da artırıram. Məsələn, 70'lik yoldur. Biz 80'e kimi sürə biliriksə əgər, mən sürətimi tezliklə 90'a qaldırıram və tormoza cüzi olaraq toxunuram. Yəni yenə deyirəm, normalda strongda mənfi 5 və mənfi 6, mənfi 7 olaraq şarj edir maşınımızı. Amma mən biraz da tormoza basıram deyə 90'dan asta-asta düşürəm məsələn 70'ə və strong kimi mənə şarj etmiş olur. Strong'a qoymuram. Sadəcə strong kimi mənə şarj etməyə imkan yaradır və o belə deyim, uzun yollarda, trasda sərf edir. Yəni sürdükcə arkada hətta maşın olmadı 50'ye kimi sala bilirəm sürətimi ki, qoy biraz şarj olsun və bu mənə xeyirlidir. Onsuz da mən bu yolu gedirəm.
bu sürəti sürürəm və bu benzin, bu elektrik məndən gedir. Heç olmasa, yəni mən onu elədiyim yəni fikir və məna nədir? Heç olmasa bunu edirəmsə əgər, ən azından mən getdiyim yolun elektrikini geri qaytarım. Benzin elə bir şeydir ki, benzini qaytarmaq olmur. Amma ən azından elektriki geri qaytarmaq olur. O da yenə deyirəm, məsəl deyim sizin üçün. Məsələn, Heydər Əliyev müzeyi tərəfdən gəlsək, məsələn, aeroporta kimi, o yolda siz rahatçılıqla bu hərəkətləri eləyə bilərsiniz. Sürəti azalt, tormuzu biraz yüngül basarsınız, şarj edərsiniz, sürərsiniz, biraz tormuzu basarsınız. Belə, yəni o yolu siz hətta pulsuz belə gəlmiş ola bilərsiniz, yəni. Oturub, yəni tam hesablayanda bəlkə də pulsuz gəlmiş olacaqsınız. Ən əsas da yenə deyirəm, yəni yəni sırf ona nəzər eləməyin də. Sürdüyünüz halda bu powerminizi 30-35 aralığında, 35 hətta çoxdur, amma 30-35 aralığına qoyub elə sürsəz və tormuzu basasınız, daha tez zaritki yığmış olacaqsınız, amma benzininiz çox getmiş olacaq. Yəni bunları nəzərə alın. Bəli dostlar, bugün bu qədər. İnşallah ki, bir-iki şey sizi köməklik eləmişəm və xahiş edirəm, bura qədər izləmişsinizsə, mənə dəstək olmaq məqsədi ilə kanalıma abunə olun. Siz abunə olduqca mən həvəslənirəm və daha çoxlu videolar paylaşmağa çalışıram. Çox sağ olun, var olun.